Gəray bəyin 7 oğul istərəm də dediyi bütün sözlər gerçəkləşir. Bu kadrlara baxın. Küçük, sənin o cüllüt boğazını üzmək mənə boy. Bəsdir daha boşboğazlıq elədin. Sözün var sözdür. Niyə gəlmisən? O, Cəlala səni öldürmək mənə borc olsun deyir və sonda Cəlalı öldürür. Amma Gəray bəyin dedikləri bunu ilə yekunlaşmır. Tamaşa qurulduğunu öyrənəndə oranı dağıdacağını deyir. Gizir, qurtardı daha ilə fənd oyunu. Enirik pekanlıya. Həqiqətən də oranı dağıtmağı bacarır. Ən vacib məqamı isə özü barədə dediyidir. Bəlkə elə bir güllə çaxın başıma, peykanlı, səfəlini, qələnli təzə hökumət alsın əlinə. Komsomol bəxtiyarda mənim torpaqlarımda at minib tüfəng oynadıb ağalıq eləsin. Beləliklə, bu davranışlarla, sözlərinin gerçəkləşməsi ilə Gəray bəyin portreti tamamlanmış olur. O, əsil bəydir. Nə deyirsə, hamısını edir. Bəs filmdəki tamaşada Gəray bəyə hansı obraz parodiya eləyirdi? Xatırlayanlar rədə yazsın.